Her vaxtınız xeyir olsun yoldaşlar. Bu videomuz imtihandaki informatika fənninə aid olan növbəti imtahanlar üçün olan bir dəyişikliklə bağlıdır. Nəzərinizə çatdırım ki, Windows 10 əməliyyat sistemi artıq Microsoft şirkəti tərəfindən dəstəklənmir və onun lisenziyası bitib və daha doğrusu yaxın 10 gün ərzində bitir. Ona görə də Dövlət İmtahan Mərkəzi Windows 10 əməliyyat sistemini imtahanlarda Windows 11 əməliyyat sistemi ilə əvəzləyir. Təəssüflər olsun ki, Dövlət İmtahan Mərkəzi bu tipli işlər görəndə birinci işi görür, daha sonra ona aid hər hansı vəsaitlər filan təşkil edir. Əvvəla 16 oktyabr imtahanlarına gedənlərin nəzərinə çatdırım ki, 16 oktyabırda təşkil ediləcək BB imtahanında Windows 11 əməliyyat sistemi ilə bağlı heç bir sual tətbiq edilməyəcək. Windows 10'un Windows 11'ə oxşayan hissələrinə aid suallar olacaq. Yəni, köhnə materiallarınızla hazırlaşa bilərsiniz. Lakin noyabr ayının 6'sı və dekabr ayının 11'i nəzərdə tutulmuş imtahanlar və ondan sonraki imtahanlara artıq Windows 10 əməliyyat sistemi düşməyəcək, Windows 11 əməliyyat sistemi düşəcək. Və biz oktyabr ayının ortası, təxminən 15'i 20'si arası hamıya faydalana biləcəyi, ödənişsiz şəkildə təqdim edəcəyimiz Windows 11 əməliyyat sistemi haqqında mühazirəmizi təqdim edəcəyik. Və bununla bağlı testlər də paylaşacağıq. Həm öz tələbələrimizlə, həm də digər özü hazırlaşan tələbələrlə. Böyük ehtimalla müxtəlif kurslardakı müəllimlər də belə deyək, bu materialı gözləyəcəklər. Çünki informasiya təhlükəsizliyi fənni əlavə ediləndə də elə ilk dəfə Dövlət İmtahan Mərkəzi özü vəsait yazmayanda belə ilk dəfə mən vəsait təqdim elədim və 14 səhifəlik bir nəzəriyyəni ictimaiyyətə təqdim elədim. Həmçinin bu məsələdə də Windows 11 əməliyyat sistemi haqqında gözəl bir nəzəriyyə yazıb, onu redaktə edib, bütün səhvlərini aradan qaldırandan sonra ictimaiyyətə təqdim edəcəm. 6 noyabr imtahanına gedənlər mütləq şəkildə digər bütün mövzularını öyrənsinlər, bir dənə Windows 10'u saxlasınlar. Biz belə bir nəzəriyyə çap eləməyi düşünürük və həmçinin də ona aid testlər və quizlər hazırlayıb sizlərə təqdim etməyi planlayırıq. İzləmədə qalın. Dövlət İmtahan Mərkəzi nə qədər tələbələrə qarşı çətinlik yaratsa da biz onların yanındayıq, kömək eləməyə hazırıq. Əslində bu çətinlik deyil, bu yeniliklər olmalıdır. Amma Dövlət İmtahan Mərkəzi hər hansısa bir dəyişikliyi edəndə bir qurum kimi bir vəsait təqdim etməlidir. Bir neçə link qoyub xarici mənbələrə istinad eləməli deyil. Orada İngilis və Türk mənbələrinə istinad olunub, hansı ki Azərbaycan Respublikasının vətəndaşlarının tam ixtiyarıdır ki, öz dillərində məlumat ala bilsinlər. Bununla da cavabdeh olan şəxs Süleymanlı Vüqar deyil, Dövlət İmtahan Mərkəzidir. Amma yenə də eybi yox, o öhdəliyi biz boynumuza götürərik. Biz yazarıq nəzəriyyə və hamıya təqdim edərik. Vətəndaşlarımız, dövlət qulluqçusu olmaq istəyən tələbələr türklərin yazdığı materialı və yaxud ingilislərin yazdığı materialı oxumaq məcburiyyətində deyil. İmtahan Mərkəzi bunları nəzərə alsa yaxşı olur. Diqqətiniz üçün sağ olun.